VT ya SVT? Salam, mən Doktor Sahil. Bugün biz tibbin əbədi, elə bil ki, Shakespeare sayağı olum ya ölüm suallarından biri olan ventrikulyar taxikardiya və aberrasiyalı supraventrikulyar taxikardiyaların diferensial diaqnostikası, EKG diferensial diaqnostikası barəsində danışacağıq. Bu çox maraqlı mövzudur, çətin mövzudur və o qədər çətindir ki, mən nə dərəcədə bu prezentasiyanın uğurlu olacağına hətta şübhə də edirəm. Baxmayaraq ki, demək olar ki, EKG ilə bağlı mümkün ədəbiyyatlar varımdır. EKG ilə bağlı mümkün bütün bu mövzuya aid olan məqalələri oxumuşam, təhlil etmişəm. Müxtəlif mənbələrdə olan audio podkastlara, videolara da baxmışam. Lakin hələ də suallar durur, hələ də suallar var. Ona görə də bu prezentasiyanın sonunda özümə də maraqlıdır ki, nə deyəcəm, nəsə alındı ya alınmadı. Lütfən nəzərə alın ki, bu prezentasiyada qeyd etdiyim məlumatların hamısında xüsusi ədəbiyyat durur. Ona görə də demək olar ki, bütün slaydlarda siz müəyyən linklər, necə deyirlər, zəncirlər görəcəksiniz və kim istəyirsə o məlumatların əsas mənbəyinə baxaraq dəqiqləşdirmə də apara bilər. Əslində bu prezentasiyanı yaranmasına səbəb bax bu gördüyümüz EKG oldu. Azərbaycan həkimlərinin və tək Azərbaycanda yox, digər ölkələrdə yaşayan Azərbaycanlı həkimlərin də toplaşdığı bir yaxşı bir qrup var. EKG Akademiyası WhatsApp qrupu və orada bu EKG barəsində maraqlı diskussiya getdi. Bir qrup həkimlər bu EKG-ni VT, digər qrup isə aberrasiyalı SVT kimi qiymətləndirdi və mən bu EKG-ni təqdim etmiş həkimdən icazə alaraq belə bir video prezentasiya hazırlayacağımı bildirdim və indi də biz yekunda bu EKG barəsində də söz deyəcəyik. Müntəzəm monomorf geniş kompleksi taxikardiyanın səbəbləri ədəbiyyatda təsnifat olaraq 3 qrupa ayırd edilir. 70-80% ventrikulyar taxikardiya və təxminən 15-25% isə anormal intraventrikulyar keçiriciliklə birgə olan supraventrikulyar taxikardiyalar olmaqla və ventrikulyar pacemaker ritmi olmaqla 3 qrupa ayırd edilir. Ümumiyyətlə, təsnifat nöqteyi nəzərdən baxanda bir qədər mürəkkəb görünə bilər, amma mənim xoşuma gəlir qocaman professor Ken Grauerin yaraşması. Ken Grauer çox yadda qalması üçün monomorf müntəzəm geniş kompleksli taxikardiyaları, naməlum mənşəli geniş kompleksli taxikardiyaları belə deyək də 10 qrupa ayırd edilir. Onun 1-dən 8-ə qədərini isə ventrikulyar taxikardiya olduğunu vurğulayır. 9-10-cu qrup isə SVT əvvəlcədən mövcud hissəsi blokadası ilə və ya SVT aberrasiyalı keçiriciliklə olmaqla belə bir özünəməxsus təsnifat verilmişdir. Şəxsən mən hesab edirəm ki, rəsmi təsnifatla müqayisədə belə yadda saxlamaq daha rahatdır. Ken Grauer özü bunu belə izah edir ki, bu cür bölgüdə 2 səbəb var. 2 tutarlı səbəb var. Birinci səbəb odur ki, istənilən yaş qrupunda naməlum mənşəli geniş kompleksli taxikardiyalar içərisində ventrikulyar taxikardiya supraventrikulyar taxikardiyaya nisbətən daha çox rast gəlinir. Əlbəttə ki, daha yaşlı şəxslərdə bu ehtimal daha çoxdur. İkinci səbəb isə ondan ibarətdir ki, ventrikulyar taxikardiyanın yanlış olaraq supraventrikulyar taxikardiya kimi qəbul edilərək müalicə olunması ağır nəticələr gətirib səbəb ola bilər. Ona görə də bu cür həkim düşündükdə
ventrikulyar taxikardiyanı öncədən daha çox üstünlük verməsi daha məqsədə uyğundur. Yaxşı, indi fərq etməz. Rəsmi təsnifat ya Ken-Grauer yanaşması ilə etiologiyaları müəyyənləşdirdik. Konkret xəstədə, konkret EKG-də VT olub olmadığını nə cür təyin etməliyik, nə cür təyin edə bilərik? Bunu müqayisəli şəkildə gəlin sübuta əsaslanmış təbətdə test astanası və müalicə astanası anlayışları ilə müqayisə edək. Konkret belə bir xəstə düşünək. 19-20 yaşlı gənc qız ofisdə əvvəllər öyrəşmədiyi ağırlıqda olan bir qutunu qaldırır və daha sonra 30-45 saniyə ərzində döş sümüyünün arxasında sinədə ağrı qeyd olunur. Belə bir şəxs və ağrı da artıq keçir. Belə bir şəxs əgər tibb müəssisəsinə müraciət edirsə yoxlamaq üçün, çox güman ki, ona əmin ediləcək ki, ciddi bir problem yoxdur və belə ağrı əgər davamlı deyilsə, 30-45 saniyə ərzində olubsa və yalnız ağırlıq qaldırandan sonra olubsa, anamnezdə başqa bir şübhəli əlamət yoxdursa, şəxsi adətən belə halda əmin ediləcək ki, ciddi bir problemə ehtiyac yoxdur və güman ki, ona heç bir test əlavə təyin edilməyəcək. Və yaxud müəyyən qədər şübhə olsa, 12 aparmada EKG də təyin oluna bilər. Əgər xəstənin belə deyək, israrlı olaraq özəl müəssisəyə, burada şərtlər var da, özəl müəssisəyə müraciət edir və xəstə israr edir. Əlbəttə ki, bu halda ola bilsin ki, 12 aparmada EKG edilsin. Amma yenə də izah ediləcək ki, çox güman ki, EKG-də də ciddi bir bu baş vermiş ağrı ilə bağlı, fiziki ağırlıq qaldırmadan sonra baş vermiş qısa müddətli ağrı ilə bağlı heç bir ciddi problem tapılmayacaq. Bu test astanasında artıq ehtimal o qədər azdır ki, müəyyən patologiyanın və bu ehtimal o qədər azdır ki, ona görə bu testin aparılmasına artıq ehtiyac yoxdur. Hətta belə hallarda bəzən lazımsız testlərin aparılması insidentaloma deyirlər. Təsadüfi tapılan nəticələrə gətirib çıxarır və bu nəticələr xəstələrdə lüzumsuz narahatlığa da gətirib çıxara bilir. Məsələ burada EKG-dən getmir. Məsələ digər hallarda lazım olmadıqda aparılan test müayinələrindən gedir. Digər bir əksi gəlin təsəvvür eləyək. Digər bir əks nədir? Tutaq ki, 55-60 yaşında nəzarət olunmayan şəkərli diabeti və arterial hipertensiyası olan şəxs döş sümüyünün arxasında sıxılma, elə bir ki, fil oturub, bu cür ağırlıq var, deyən lens şikayətdən şikayətlənir və 12 aparmalı EKG-də ST elevasiyası var. Bu şəxsə artıq laborator müayinələr troponin cavabı gəlməzdən artıq dərhal müalicəyə başlanması məqsədə uyğundur. Çünki burada artıq ehtimal o qədər yüksəkdir ki, düşünülən xəstəliyin ehtimalı o qədər yüksəkdir ki, burada artıq gözləməyə ehtiyac yoxdur. Bəs SVT və VT-də necə olmalıdır? SVT və VT ilə arasında bu fərqlər üçün də müəyyən həm anamnestik əlamətlər, simptomlar, həm də EKG simptomları, əlamətləri daha doğrusu mövcuddur. Və bu əlamətlərin diaqnostik gücü, bu əlamətlərin toplusunun diaqnostik gücü də fərqli-fərqli əhəmiyyətə malikdir. Əgər bu video prezentasiyanı kimsə tərk edirsə, bu slayd barəsində eşidərək tərk etsə, ən azından heç olmasa nə isə əldə edəcək biləcəyini düşünürəm. Bu şəxs, şəkildə gördüyümüz şəxs, Maryland Universitetinin professorudur, Amal Mattu. Bu adam, bilmirəm də necə deyim sizə, futbolda Messi, Ronaldo kimdirsə, basketbolda LeBron kimdirsə, karatedə Rafael Ağayev kimdirsə, bu adam da təcili yardım EKG-sində odur. Bu çox məşhur bir şəxsdir. Çoxlu kitabları var, çoxlu video podkastları var, audio podkastları var və mən də sizə deyim ki, onların hamısını oxumuşam və hamısına da baxmışam, hamısını da dinləmişəm. Olduqca orijinal yanaşması var və olduqca informativ yanaşması var. O, VT və SVD barəsində nə deyir? Sadələşdirmə apararaq belə bir fikir söyləyir hər
leksiyalarında, webinarlarında. Əgər aşkar P dalğalı, atrioventrikulyar assosiasiyalı, yəni PQRS, PQRS, PQRS tipik hiss dəstəsi blokadası görmürsünüzsə, onu VT kimi qəbul edin və müalicə edin. Çünki heç bir alqoritm, heç bir EKG əlaməti 100% sensitiv deyil. İndi isə gəlin rəsmi mənbələrə müraciət edək. Ümumiyyətlə, müntəzəm geniş QRS kompleksi taxikardiyaların təxminən 70%-i ventrikulyar taxikardiyadır. Yəni, istənilən halda qapıdan gələn, girən xəstədə EKG çəkilirsə, artıq 70% ehtimal var ki, geniş kompleksli QRS taxikardiyası əgər EKG-də görürsə, 70% ehtimal var ki, bu ventrikulyar taxikardiyadır. Amma bir neçə faktor var ki, bu ehtimalı daha da artırır. 35 yaşdan yuxarı yaş. Burada artıq 70 yox, 85%-ə yüksəlir. Struktur ürək xəstəlikləri, ürəyin işemik xəstəliyi, keçirilmiş miokard infarktı, qəfil ürək ölümü üzrə ailə anamnez isə bu ehtimalı 95%-ə qaldıra bilir. Ventrikulyar taxikardiya işarə edən EKG xüsusiyyətləri, əlamətləri, belə demək mümkünsə, ən əsas, amma heç də rahat tapıla bilməyən əlamət atrioventrikulyar dissosiasiyadır. Demək olar ki, 99% spesifikliyə malikdir. Çox yüksək spesifikliyi deməkdir. Buna əgər görürsə, heç bir əlamətin, heç bir simptomun demək olar ki, əhəmiyyəti qalmır. Az rast gəlinən, amma yenə yüksək əhəmiyyət daşıyan yaxalama impulsları capture və yaxud birləşmə impulsları fusion, QRS davam müddətinin ifrat uzanması. Burada ədəbiyyatlar fərqlənir. Bəzi ədəbiyyatlarda hətta 140 yazılır, bəzilərində 160 millisaniyə yazılır. Amma ümumiyyətlə isə 200 və daha millisaniyə və daha yuxarı olması bu geniş kompleksi taxikardiyanın ventrikulyar taxikardiya olması ehtimalını dəfələrlə artırır. Prekardial aparmalarda konkordantlıq, yəni eyni belə deyək, qütblülüyü olması, pozitiv və ya negativ olması, ifrat QRS oxunun olması və yaxud nakəsin torpağı ingilis dili ədəbiyyatda belə deyilir və yaxud şimal-qərbi istiqamətdə olması, müsbət 180-lə 270 arasında olması nəzərdə tutulur. V1 aparmasında əgər R və R prime dişləri varsa, R dişinin R prime-dan daha hündür olması, yəni belə deyək də o şərti olaraq dovşanın daha hündür sol qulağının olması, daha sonra Brugada əlaməti və Jefferson əlamətinin qeyd edilməsi bu VT-yə işarə edən EKG xüsusiyyətlərdir. Vacib bir qeyd etmək istəyirəm. Bu əlamətlərin heç də hamısı və yaxud bir neçəsinin olması vacib deyil. Tək bircəsinin olması, geniş kompleksi taxikardiyada tək bir ədədinin olması bəhs edir ki, ventrikulyar taxikardiyanı təsdiq edək. Sürətli dəyərləndirmə üçün Life in the Fast Lane saytının rəhbərlərindən biri olan Robert Burtner, Avstraliyalı həkim, bu ABCDE metodunu təklif edir. A burada oxdur, şimal-qərb oxu bayaq dediyimiz. B broad kompleks, yəni 200 millisaniyədən yuxarı olması 90% spesifikliyə malikdir. C konkordantlığa aiddir. D dissosiasiyaya aiddir. E early part of QRS, yəni ventrikulyar taxikardiya zamanı SVT-dən fərqli olaraq hiss dəstəsindən deyil, blokadasından deyil, miyositdən, kardiomiyositdən miyositə keçdiyi üçün daha QRS kompleksi daha uzanmış halda bu baş verir və ona görə həmin o uzanmış vaxt olaraq 40 millisaniyədən daha yüksək, daha uzun olması nəzərdə tutulur. Ən belə deyək ki, hesablama aparılan hissədir. Amma düşünürəm ki, ilkin səhiyyə xidmətində, təcili yardımda ən rahat və ən etibarlı belə deyək ki, alqoritm Ken Grauer'in 3 sadə qaydasıdır. Qayda nömrə 1. Ürəyin elektrik oxunun ekstremal yer dəyişməsi. Yəni, Ken Grauer belə izah edir ki, təkcə burada şimal-qərbi istiqamət deyil, ifrat
sağa yerdəyişmə də faktiki olaraq ventrikulyar taxikardiyaya işarə edir. Baxırıq sadəcə birinci aparmaya və AVF aparmasına. Onlardan biri və ya hər ikisi tamamilə negativdirsə, bu halda komplekslər negativdirsə, bu halda diaqnoz ventrikulyar taxikardiyadır. İkinci qayda, V6 aparmasının tamamilə negativ olması və ya çox kiçik R dalğası olaraq ümumi komplekslərin negativ olması. Bu əlamətdə varsa, geniş kompleksli taxikardiya ventrikulyar taxikardiya deməkdir. Üçüncü əlamət isə əcaib QRS forması. Yəni, QRS forması heç bir halda nə hiss dəstəsinin sağ ayaqcığının blokadasına, nə də hiss dəstəsinin sol ayaqcığının blokadasına oxşamır. Lakin əlbəttə, bu üç əlamətdən heç birinin olmaması geniş kompleksli taxikardiya ritminin məhz ventrikulyar taxikardiya olmamasını göstərmir. Sadəcə bu halda ehtimallar aşağı düşdüyü üçün digər əlamətlərə diqqət verilməlidir. Professor Ken Grauer qeyd edir ki, bu üç əlamətlə yanaşı, əgər AVR aparması pozitivdirsə, bu halda artıq heç bir şübhə olmadan 100% ventrikulyar taxikardiya diaqnozu qoymaq mümkündür. Gəlin burada atrioventrikulyar dissosiasiya misal baxaq. Atrioventrikulyar dissosiasiyanı tapmaq elə rahat deyil. Yəni, sözdə rahat ola bilər, amma bunun üçün həm təcrübə lazımdır, həm diqqətli olmaq lazımdır. Burada nəyə diqqət etməliyik? QRS kompleksi, QRST kompleksi, daha doğrusu belə deyək, hər hansı bir hissəsində ondan əvvəl, ondan sonraki QRST kompleksindən fərqin olub olmamasına. QRS-in əvvəlində hər hansı bir çərtik, qabarıqlıq varsa ona diqqət edirik və sonra oxşar qabarıqlıq çərtiyin digər QRS-in qarşısında olub olmadığına diqqət edirik. T dişində hər hansı bir fərqin olub olmasına diqqət edirik və sonra isə digərlərində oxşar olaraq elə fərqin olub olmadığına diqqət edirik. Məsələn, bu lentdə, bu ritm lentində biz görürük ki, deyək ki, birinci yox, ikinci yox, üçüncü QRS-in qarşısında nə isə bir qabarıqlıq kimi bir var. Və sonra diqqət edirik ki, 1, 2, 3, 4, 5, 6, 7, 8, 8-ci QRS-ə aid olan T hündürdür. Eləcə də birinci QRS-ə aid olan T çox hündürdür. Eyni ilə sondan 1, 2, 3-cü QRS-in qarşısında da fərqli bir qabarıqlıq var. Əgər biz onu P dalğası kimi qəbul etsək və pərgarla o P-lərin arasında məsafələri ölçsək və o zaman artıq biz P dalğalarının mümkünlüyünü təsdiq edə bilərik. Və onların arasında PP intervalını ölçsək, məlum olacaq ki, burada 136 dəqiqə tezlikdədir, QRS tezliyi isə 170 dəqiqədir. Və P, QRS arasında dissosiasiya var. Bu düyünlər, daha doğrusu bu ritmlər fərqli-fərqli tezlikdədir. Bu da o deməkdir ki, gördüyümüz geniş kompleksli taxikardiya əslində VT-dir. Digər bir əlamət yaxalama impulsudur, capture. Bu o deməkdir ki, sinus P dalğası necəsə atrioventrikulyar düyündən keçərək ventrikulyar depolarizasiya yarada bilir və biz adi dar kompleksi görürük. Başqa bir halda isə sinus dalğası keçəndə ventrikulyar impulsun özü də yaranır və burada artıq birləşmə impulsu qeyd olunur. Bir hissəsi deməli impuls sinus düyünündən gəlir, yaxud supraventrikulyar ocaqdan gəlir. Digər hissəsi isə ventrikulyar ocaqdan gəlir və bu halda birləşmə bir, yəni nə tam olaraq ventrikulyar taxikardiyada qeyd olunan kompleksə oxşuyur, nə də tam olaraq supraventrikulyar kompleksə oxşuyur. Ona görə də bu birləşmə impulsu adlanır. Növbəti əlamətə misal, ifrat QRS genişlənməsi
və prekardial konkordantlıq. Prekardial konkordantlıq burada diqqət edək, 6 sinə aparmalarının hər birində pozitiv R QRS kompleksi demək qeyd olunur. Burada faktiki olaraq S dişi yoxdur. Pozitiv R hamısında qeyd edilir. Əlbəttə ki, bu ventrikulyar taxikardiya göstəricisidir. Qeyd etdiyimiz kimi, əvvəl qeyd etdiyimiz kimi 160-dan yuxarı, xüsusilə 200 millisaniyədən yuxarı QRS kompleksinin olması böyük ehtimalla VT deməkdir. Amma 200 millisaniyədən geniş QRS kompleksi taxikardiya təkcə VT-yə aid deyil. Çünki bu natrium kanalı blokatorları ilə zəhərlənmələr zamanı, məsələn, suisid məqsədi ilə trisiklik antidepressant, amitriptilin böyük dozada qəbul etmiş şəxsdə və ya hiperkalemiyalarda da qeyd oluna bilər. Yəni, burada da özünə məxsus diferensiasiya lazımdır. Bu misalda isə biz ürək elektrik oxunun ifrat yönəlməsi və V1 R prime'dan daha hündür olması göstərə bilərik. Burada daha böyük şəkildə sağ hiss dəstəsi blokadası tipində dovşanın sağ qulağı sol qulağa baxdıqda daha hündürdür. Bu böyük ehtimalla, yenə də 100% olmadan, amma böyük ehtimalla supraventrikulyar taxikardiyaya işarə edir. Burada gördüyümüz bu misalda əslində supraventrikulyar taxikardiyadan heç söhbət getmir. Çünki burada pedalası da var və tezlik də yüksək deyil. Digər halda isə, sağdakı şəkildə isə sağ hiss dəstəsi blokadası tipinə oxşar dəyişiklik var, amma sol sağdan daha hündürdür. Və bu da elə bir, əgər 12 aparmalı, 12 aparmalı EKG-də görürüksə, geniş kompleks taxikardiyada və bu əlaməti təkcə görürüksə, bu VT-ni göstərir. Gəlin indi bu 12 aparmalı EKG-yə diqqət edək. Geniş kompleksi taxikardiya qeyd olunur. Burada Ken-Grauer yanaşmasına gəlin. Baxaq, Ken-Grauer necə deyir? 3 əlamət. Onlardan biri ox əlamətidir. Yəni, birinci aparma və yaxud AVF aparmasında tamamilə negativ əgər QRS kompleksi qeyd olunursa. Biz görürük ki, AVF aparmasında tamamilə negativ QRS kompleksi qeyd edilir. Yəni, bu əlamət artıq bizə bəs edir ki, deyək ki, bu ventrikulyar taxikardiyadır. Əgər bundan kifayətlənməsək, V1 dişinə baxsaq, V1-də görərik ki, vahid R dişi kimi qeyd olunur və bu formada RBB-yə, daha doğrusu sağ hiss dəstəsi blokadasına hətta oxşadırıqsa da belə, bu formada R dişinin qeyd edilməsi bizə imkan verir. Deyək ki, bu ventrikulyar taxikardiyadır. Brugada əlaməti prekardial aparmaların hər hansı birində QRS kompleksi başlandıqda R dişindən sayılaraq S dişinin dibinə kimi də, belə deyək də, ən dərin hissəsinə kimi olan müddət 100 millisaniyədən çoxdursa, bu ventrikulyar taxikardiyadır. Jefferson əlaməti isə S dişinin enən hissəsində hər hansı bir çərtliyin olması deməkdir. Bu ikisindən biri də, yəni biri ya ikisi də tapılsa fərq etməz, bu ventrikulyar taxikardiya deməkdir. Burada əslində bu 12 aparmalı EKG-də Brugada əlaməti çox rahat qeyd olunur. Amma yenə Ken-Grauer yanaşması bizə yenə imkan verir ki, bu hətta Brugada əlaməti olmasa belə bu EKG-ni biz VT adlandırırıq. Niyə? Yenə birinci aparma tamamilə mənfidir. Həmçinin diqqət etsək, görürük ki, V6 aparması da demək olar ki, tamamilə mənfidir. Hətta bu qismən mənfi olsa da biz bu EKG-ni VT olaraq qəbul etməliyik. Həmçinin burada QRS kompleksləri Ken-Grauer yanaşmasında deyildiyi kimi eybəcərdir. Nə sağ hiss dəstəsi blokadasına klassik, nə də ki, sol hiss dəstəsi blokadasına oxşamır. Yəni, bu o deməkdir ki, biz bu EKG haqqında dərhal VT düşünməliyik.
daha bir göstərici ritm dəyişməsindən öncə nə baş verdiyinə baxmaqdır. Əgər öncə qulacıq ekstrasistaliyası qeyd olunursa, bu SVT aberasiyalıdır. Yox, əgər sinus ritmi yoxdursa və yaxud P dalğası yoxdursa, P dalğası var, amma sonra gələn QRS arasında məsafə çox azdırsa, yəni həmin P dalğasının o QRS-i yaratması ehtimalı yoxdursa, bu ventrikulyar taxikardiyadır. Xüsusilə bu cür ritm dəyişmələri ilə bağlı ən yaxşı misallar internetdə ECG Akademi saytının sahibi, təsisçisi Nicholas Tullo. O çox yaxşı məlumat bazası var və kimsə istəsə bununla məşğul ola bilər. Konkret burada isə yuxarıdakı misalda biz görürük ki, 3-cü QRS kompleksindən T-dən sonra, yəni bir vaxtından qabaq P dalğası var. Daha sonra isə bu P dalğasından sonra isə geniş kompleksli taxikardiya qeyd olunur. Bu SVT-dir. Aşağıdakı iki misalda isə P dalğası vaxtında baş verir solda, amma PVC, başlanmış PVC P dalğası ilə qovuşaraq daha sonra deməli ventrikulyar taxikardiya ritmi görürük. Sağda isə ümumiyyətlə P dalğası baş verməyə heç macal tapmır. Baş verən PVC, yəni vaxtından qabaq ventrikulyar impuls, ventrikulyar taxikardiyanın trigger olunmasına səbəb olur. SVT və VT diferensiyasiyası barədə məsələni ilk dəfə tibbi ədəbiyyatda 1960-cı ildə Sandler və Qərb ədəbiyyatında EKG-də bəlkə də bir nömrəli şəxs hesab olunan Henry Marriott qaldırıb. 1960-cı ildə onlar ilk dəfə məqalə yazıblar və ondan sonra o məqalələrin sayı hesabı yoxdur. Çoxlu diferensiyasiya alqoritmləri təklif olunub. Onların içərisində yəqin ki, ən məşhuru Pedro Brugada'nın ventrikulyar taxikardiya alqoritmidir. Brugada əlaməti, Brugada sindromu, Brugada alqoritmi, hamısı bu şəxsə aiddir. Meksika mənşəlidir, Brüssel Universitetinin professorudur. Burada 4 əsas əlamət ayırd etmək olar. Müxtəlif ardıcıllıqla göstərilir ədəbiyyatda, amma mahiyyəti eynidir. Əgər bir dənəsi varsa, bu geniş kompleksli taxikardiya ventrikulyar taxikardiya deməkdir. Atrioventrikulyar dissosiasiyanın olması. Prekardial aparmalarda RS komplekslərinin olmaması, yəni başqa sözlə konkordantlıq qeyd edilməsi. Hər hansı bir prekardial aparmada Brugada əlamətinin olması. Həm V1, V2, həm də V6-da ən azı şəkillərdə göstərilən bir morfoloji formanın olması. Brugada alqoritmi ən yaxşı alqoritm sayılır, amma gördüyümüz kimi problem ondan ibarətdir ki, onu təcili, təxirəsalınmaz xəstə gələn zaman o haykün, o həyəcanın, o çətin vəziyyətin içində rahatlıqla oturub təhlil etmək, özdə bu morfoloji formaları yoxlamaq ki, bu doğrudan odur, o deyil. Yəni, praktik cəhətdən gəlin etiraf edək ki, elə də asan məsələ deyil. Elə buna görə də klinik təcrübədə daha asan, daha tez tətbiq olunması üçün digər alqoritmlərdə təklif edilmişdir. Bunlardan ən məşhurları Verekey 1-ci, 2-ci alqoritmi, PAV alqoritmi, Griffith alqoritmi və ən son Basel alqoritmi 2022-ci ildə təklif edilmişdir. Bunların içərisində ən həssası Griffith alqoritmidir, amma ən bərbadı da Griffith alqoritmidir və onu ümumiyyətlə təcili yardımda istifadə etmək məqsədə uyğun deyil. Griffith alqoritmində mahiyyəti ondan ibarətdir ki, sırf his dəstəsi, sağ his dəstəsi blokadası və ya sol his dəstəsi blokadasının mənzərəsinə əsaslanır. Əgər onlardan varsa, klassik his dəstəsi blokadası varsa, qəbul olunur ventrikulyar taxikardiyadır, yoxdursa, qəbul olunur ki, supraventrikulyar taxikardiyadır. Və bu da spesifikliyi təxminən 40% salır. Nə deməkdir? Bu deməkdir ki, bəzi hallarda ventrikulyar taxikardiya əksinə olaraq supraventrikulyar taxikardiya hesab edilə bilir
və bu da müalicədə problemlərə gətirib çıxarır. PAVA alqoritmi yalnız ikinci aparmada R dalğasına keçidin pik, yəni R dalğasının pikinə keçən zamanı ölçülməsinə əsaslanır. 50 millisaniyədən çoxdursa ventrikulyar taxikardiya hesab edilir. Verək alqoritmində ilk olaraq birinci alqoritmdə o V initial V terminal nisbətini yəni təklif etmişdi. Burada QRS-də ilk 40 millisaniyədəki voltaj sürətinin son 40 millisaniyəyə nisbəti kifayət qədər çətin texniki bir məsələdir. Bunu nəzərə alaraq ikinci alqoritmi təklif etmişdir. Burada isə bu əlamətlərdən başqa, yəni bu qalan üçündən birinin də olması nəzərdə tutulur. İlk başlanğıc dalğa R dişidirsə, bu hesab olunur ki, impuls yəni aşağıdan yuxarı sağ çiyin istiqamətinə gedir. Bu yəni mədəcidən gəlir, ventrikulyar taxikardiyadır və ya geniş başlanğıc dalğa varsa, başlanğıc fərq etməz R dişidir ya Q dişidir, onun eni 40 millisaniyədən çoxdursa yenə ventrikulyar taxikardiya deməkdir və ya negativ olan QRS kompleksinin enən qolunda bir çərtik varsa, bu yenə də deməkdir ki, ventrikulyar taxikardiyadır. Bundan başqa 2015-ci ildə obyektiv dəyərləndirmə olaraq ventrikulyar taxikardiya skoru şkalası təklif olunub. Burada isə hər deməli bu 4 deməli göstərici var. Bu 4 göstəricidən nə qədər çox qeyd olunursa, bir o qədər ehtimal da ventrikulyar taxikardiya üçün daha çoxdur. Yəni burada AVR-də dominant ilkin R dalğası olması 1 baldır. QRS müddətinin 160 millisaniyədən çox olması, atrioventrikulyar dissosiasiyanın olması və bir də çərtikli S dalğasının, Josephson əlamətinin olması 1 bal hesab olunur və senzitivliyi barədə bir söz demirəm, amma yüksək spesifikliyə malik olması hesab edilir. Ən sonuncu, bayaq dediyim kimi, Basel alqoritmidir. Basel Universiteti İsveçrədə olan əməkdaşları tərəfindən təklif edilib. 2 və daha çox əlamət varsa ventrikulyar taxikardiya təsdiq olması deməkdir. Məlumatlara görə həssaslıq 93%-dir, spesifikliyi də 90%-dir, orta vaxt isə 40 saniyədən də azdır. Yəni belə çıxır ki, ən yaxşı alqoritm olmağa iddia edir Brugada alqoritmindən sonra, yaxud Brugada alqoritmini də qabaqlayaraq. Burada yüksək riskli klinik amillər ikinci aparmada faktiki bu PAVA alqoritminin bir hissəsini özündə kəsb edir və AVR aparması. Bu da belə deyək də Veker alqoritminin, yəni birləşmiş əslində bir alqoritm kimi də qəbul etmək olar. 2003-cü ildə bəlkə də tarixdə ilk dəfə olaraq bir-birlə rəqib olan şirkətlər, deyək, tibbi cəmiyyətlər, deyək, Amerika Kardiologiya Assosiasiyası, Kardiologiya Kolleci, Amerika Ürək Assosiasiyası və Avropa Kardiologiya Cəmiyyəti birgə bir təlimat kimi hazırlamışdılar və bu təlimatı Eric Strong Stanford Universitetinin professoru bir qədər rahat formada dəyişərək bizə təqdim edir. Onun özünün tibbi tədris böyük bir kanalı var, məşhur bir insandır Eric Strong və burada biz görürük ki, geniş kompleksli taxikardiyalar əgər qeyri-müntəzəmdirsə, çox güman ki, bu SVT plus aberasiyaya aiddir. Yəni atrial fibrilyasiya, atrial flutter, yəni qulaqcıqların titrəməsi, dəyişən keçirməklə olan və multifokal atrial taxikardiya, hətta geniş kompleksli də olsa ora aiddir. Əgər bu geniş kompleksli taxikardiya müntəzəmdirsə, o zaman hazırki QRS məlum sinus ritmində olan QRS ilə identikdirsə, bu halda SVT aberasiyalı hesab olunur. Yəni amalmatı təxminən bunu deyir. Əgər yoxdursa, onda atrioventrikulyar nisbətə, yəni PQRS sayına baxılır. Əgər burada atrioventrikulyar dissosiasiya varsa və ventrikulyar komplekslərin tezliyi çoxsa, təbii ki, ventrikulyar taxikardiyadır. Əgər əksinədirsə, yəni qulaqcıqların tezliyi, daha doğrusu atrial tezlik çoxdursa, bu isə hesab olunur ki, supraventrikulyar taxikardiya aberasiyalı ona aiddir və QRS forması tipik sağ-sol və baxılırsa güman ki, SVT aberasiya hesab olunur. Əgər
tipik sağ-sol hissəsi blokadası deyilsə, güman ki, bu ventrikulyar taxikardiya qəbul edilməlidir. Yəni kifayət qədər çətindir və biz də görürük ki, biz burada yenə də Griffith alqoritmi ilə təxminən digər alqoritmlər hərəsindən bir hissəsinin götürülməsidir. Amma burada bir dənə diqqəti cəlb edən cəhət qeyri-müntəzəm geniş kompleksli taxikardiyaya diqqət verilməsidir. Bunun da ventrikulyar taxikardiya düşündükdə, geniş kompleksli taxikardiyalara diqqət etdikdə onun qeyri-müntəzəmliyinə mütləq də diqqət verilməlidir. Ki, ventrikulyar sadə monomorf taxikardiya sayılmasın, çünki bəzi dərmanlar fərqli nəticələr verə bilər. Növbəti EKG nümunələrinə diqqət edək. Bu, Philip Podrid, məşhur professor, ola bilsin ki, dünyada ən tanınmış elektrofizioloqdur, aritmoloqdur və çoxlu kitabları, çoxlu məqalələri var. Medscape saytında da ki, Medscape portalında kardiologiya üzrə baş məsləhətçidir. Philip Podridin təqdim etdiyi kitabında darsı olan bu EKG-ni diqqətinizə təqdim edirəm. Burada biz pedalası görmürük. QRS kompleksləri tipik sağ hissəsi blokadası formasındadır və QRS çox enli deyil, 0,12 saniyədir. RR tezliyi 212 dəqiqədir və V1 aparmasında klassik RS R' vardır. Həm birinci aparmada, həm V6 aparmasında deməli dərin enli bir qədər S dişi qeyd olunur. Bu əsasında bu EKG beləliklə SVT aberrasiyalı sayılır, yəni sağ hissəsi blokadası ilə bir yerdə. Philip Podridin başqa deməli EKG nümunəsinə diqqət edək. Burada isə sol hissəsi blokadası sinus taxikardiya fonunda. Sinus P dalğalarını tapmaq elə də asan deyil. Bu halda QRS, bütün aparmalarda QRS qarşısında qalxış və kiçik eniş işarələrinə, formalarına diqqət etmək lazımdır və o forma dəyişikliyinin PR intervalı ilə uyğun gəlirsə, bu halda artıq sinus dalğası kimi qəbul edilir. Philip Podriddən növbəti nümunə isə bu artıq klassik monomorfik ventrikulyar taxikardiya nümunəsidir. Yenə də çox rahat olaraq buna Ken-Grauer'in qaydaları ilə diaqnoz qoymaq mümkündür. Təkcə alqoritmlər deyil, alqoritmlər təklif olunmur, həmçinin alqoritmləri müqayisə edən çoxlu məqalələr də mövcuddur. Bunlardan ən məşhurlardan biri Yastrebski və əməkdaşlarının Europace 2012 jurnalında qeyd etdikləridir və bura biz diqqət edəndə görürük ki, ventrikulyar taxikardiyanın həssaslığı tapmaq üçün Brugada 89%, Griffith ən yüksək 94%, amma ən pis spesifikliyi də 40% qeyd edilmişdir. Digərləri də heç biri amma fikir verir ki, 100% qeyd olunmamışdır. Yəni, nə senzitivlik, nə spesifiklik 100% deyil. Griffith nəyə görə təcili yardımda istifadə edilməməlidir? Bu EKG-də biz rahat görə bilərik. Griffithə görə əgər tipik sol hissəsi yaxud tipik sağ hissəsi blokadası görünüşü varsa, bu halda qəbul olmalıdır ki, bu ventrikulyar taxikardiya deyil. Lakin Griffith alqoritminə görə bu EKG ventrikulyar taxikardiya olmayıb SVT qəbul edilsə belə, biz görürük ki, ikinci aparmada açıq-aydın atrioventrikulyar dissosiasiya var. Yəni, bu ventrikulyar taxikardiyadır. Buna verapamil ya yaxud metoprolol vurulsa, o zaman o ABŞ Kanada ədəbiyyatında qeyd edildiyi kimi verapamil death test, verapamil ölüm testi aparılacaq. Yəni, faktiki olaraq bu xəstə SVT müalicəsindən, supraventrikulyar taxikardiyanın müalicəsindən ölə də bilər.
Ona görə də təcili yardımda düşünürəm ki, bu alqoritm istifadə olunmamalıdır. Amma əvvəldə dediyim amal matu başqa cür deyirdi də. Amal matu mütləq PQRS tapılmasını tələb edir. Yəni P varsa və görünüş sol hissəsi yaxud sağ hissəsi blokadadırsa, ona uyğun olaraq VT kimi qeyd olmalı. Yəni burada biz həm də görürük ki, Philip Podrit və Amal Matunun görüşləri bir-birindən toqquşur. Biri elektrofizioloqdur, aritmoloqdur, aydın məsələdir, tamam başqa səviyyədir. Öbürüsü isə ondan aşağı səviyyə deyil, amma tamam başqa istiqamətdir, təcili yardımdır. Yəni, düşünürəm ki, ilkin tibb xidmətində, təcili yardımda biz daha çox Amal Matuya qulaq asmalıyıq. Həmçinin, əgər xəstə hemodinamik stabildirsə, P dalğasını daha yaxşı görmək üçün və diaqnozu dəqiqləşdirmək üçün Lewis aparmasından istifadə etmək də tövsiyə olunur. Bu nə deməkdir? Deməli, monitor aparmalarından sol qol aparmasını döş sümüyünün sağ tərəfinə, daha doğrusu döş sümüyünün sağ kənarına və 4-cü qabırğa arası sahəyə yerləşdirilir. Sağ qol aparması isə döş sümüyünün yenə sağ tərəfinə, lakin ikinci qabırğa arası sahəyə yerləşdirilir. Və bununla da əgər P dalğası aşkarlanırsa və hər QRS-dən əvvəl P dalğası varsa, yəni assosiasiya varsa, bu ya sinüs taxikardiyası, ya SVT başqa növüdür. Əgər P dalğaları aşkarlanır və QRS kompleksindən ayrıdırsa, fərqli tezlikdədirsə, o zaman mədəcik taxikardiyası, ventrikulyar taxikardiya təsdiqlənir. Geniş kompleksi taxikardiyaların diferensial diaqnostikası üzrə tədqiqatlar dayanmır. 2024-cü ildə AHA jurnalında deməli, diferensial diaqnostika barədə kompüterləşdirilmiş modellərlə manual modellərin müqayisəsi aparılan bir tədqiqat dərc edilmişdir və burada məlum olmuşdur ki, kompüterləşdirilmiş modellər daha yüksək dəqiqlik nümayiş etdirmişdir. Yəni, WCT formula 85,6% olmaqla və paired model, cütləşdirilmiş model 85,6% hər ikisi elə bir nəticə nümayiş etmişdir. Maraqlıdır ki, burada VT şkalası manual metodla kardioloqlar, aritmoloqlar tərəfindən aparılan VT şkalası 84,4% dəqiqlik nümayiş etdirmişdir. Amma Brugada kriteriyası fikir verib, cəmi 75,2% dəqiqlik nümayiş etdirmişdir. Bu tədqiqat belə bir nəticəyə gəlmişdir ki, çox güman ki, avtomatlaşdırılmış metodlar daha yaxşı nəticələr verəcək gələcəkdə və subyektivlik azalacaq. Ну ладно. Да, а зачем же я к тебе заходил? Я стал склеротическим идиотом. Я же шел к тебе за снотворным. Все знают, что у тебя есть прекрасное шведское снотворное. Это верно. Запоминается последняя фраза. Это Штирлиц вывел для себя словно математическое доказательство. Важно, как войти в нужный разговор, но еще важнее искусство выхода из разговора. Ümumiyyətlə isə yekun olaraq naməlum etiologiyalı, geniş kompleksli taxikardiyaların diaqnostikası zamanı əgər bildiyimiz hər hansı bir kriteriya ilə onun ventrikulyar taxikardiya olub olmamasına əmin deyiliksə, yekunda ventrikulyar taxikardiya kimi onu müalicə etməliyik. Əgər hemodinamik stabillik pozulubsa, yəni xəstədə şok əlamətləri, konfuziya, ağciyər ödəmə əlamətləri, işemik ağrı, döş qəfəsində işemik ağrı varsa, kəskin ürək çatışmazlığı əlamətləri varsa, o zaman belə deyərlər, ifraq diaqnostika edərək, VT kimi müalicə edərək sinxron kardioversiya etmək məqsədə uyğundur. Aha, hörmətli izləyicilər, indi var otağından, yəni algoritmlərdən VT ya SVT olması barədə işarə var. İndi baxar görək necə olacaq. Ele vai checar. Gəldik əvvəldəki qrupda debata səbəb olan geniş kompleksli taxikardiyanın
VT və ya aberasiyalı SVT olub olmaması məsələsinə. Şəxsən mənim mövqeyim ondan ibarətdir ki, bu VT-dir. Düzdür, rəsmi alqoritmlərə görə heç də tam ödənmir. Yalnız burada AVR dişində müsbət ilkin R dalğası barədə düşünmək olar. Bununla yanaşı qeyd etmək lazımdır ki, V1, V5 aparmalarının 5-i negativdir, V6 isə bir qədər əcaib görünüşə malikdir. Və bunu düşünərək mən hesab edirəm ki, bu taxikardiya ventrikulyar taxikardiya kimi yanaşmaq lazımdır. Lakin bir məsələni də qeyd edim. Bəli, bütün bu alqoritmlər, bütün bu əlamətlər ventrikulyar taxikardiyanı əgər müsbət olsa təsdiq üçün yararlıdır. Amma onların hətta bu təsdiqi də 100% düz deyil. Yəni həmişə bu olmaya bilər. Çünki biz 12 aparmada EKG-ni səthdən götürürük. Yəni ürəyin özünün toxumasından EKG-ni almırıq və ona görə də bəzən hətta ventrikulyar taxikardiya düşündüyümüz 100% əmin olduğumuz əlamətlərlə gördüyümüz halların özü də əslində supraventrikulyar taxikardiya ola bilər. Lakin ilkin səhiyyə xidmətində ventrikulyar taxikardiyaya yanaşma daha üstünlük təşkil etməlidir və müalicə də bu yönümdə aparılmalıdır. Bu səbəbdən bizim hörmətli həkimlər də tamamilə düzgün qərar veriblər və bu xəstəyə amiodaron infuziyası edərək nəticədə normal sinus ritminə bərpaya nail olublar. Gələcəkdə bizi nə gözləyir? Gələcəkdə yəqin ki, süni intellekt modellərinin geniş istifadəsi burada da özünü göstərəcək. Həmçinin geyinilə bilən texnologiyalar 24 saat, 7 gün monitoring tam rahat bir olacaq və başlanğıc anın analizi tamamilə rahat olacaq və aritmologiyaya aid olan data, məlumatlar da süni intellekt modelinə daxil ediləcək və güman ki, bu diaqnostika xeyli dərəcədə üstün olacaq. Yəni, hər halda 100% heç kəs təminat vermir, amma 99%, bəlkə də 99,9% ola bilsin ki, bu nəticə olaraq nəhayət ki, VT-SVT dilemması həllini tapacaq. Prezentasiyanın əvvəlində demişdim ki, özümə də maraqlıdır. Sonda nə deyəcəm? Yəni, düşünürəm ki, mənim nəsə deməyim uyğun deyil. İzləyici məncə öz fikrini bildirsə daha uyğun olar. Ona görə də buyurun təklif və iradlarınızı lütfən şərhlərdə bildirin. Bugünlük bu qədər, amma bu mövzunun davamı olacaq. Özünüzə yaxşı baxın, sağ olun.